41. Funksiyanın maksimumunu tapın. Birinci törəməsini tapırıq. Cəmin və fərqini hesablama qaydaları, bir də qüvvətini hesablama qaydasından istifadə edirik. 2x kubun törəməsi eləyir 6x kvadrat. 9x kvadratın törəməsi 18x, 12x'in törəməsi 12. Üçüncü törəməsi 0. 6x kvadrat minus 18x plus 12 bərabər 0. Böhran nöqtələrini tapırıq. 6'ya bölürük hər iki tərəfi. Seçmə üsuluyla tənliyin kökünü tapırıq. Vuranda 4, toplayanda 3 eləyənə də. Toplayanda 3, vuranda 4. Yoxdur elə də. Görək nə oldu mu? 6x kvadrat 18x plus 12. 6'ya böləndə bu 2 eləyir. Vuranda 2, toplayanda 3. 1'dən 2. Deməli, böhran nöqtələrini tapdıq 1'dən 2. Sonra artma azalma aralığını tapmaq lazımdır. İkinci. Deməli, 1'dən 2'ni qeyd edirik. Törəmənin işarəsini tapırıq intervallar metodu ilə. Deməli, hər intervaldan bir ədəd törəmədə veririk. Burada törəmədə x-in yerinə işarəsini müəyyənləşdiririk. Deməli, funksiyamız mənfi sonsuzluq 1'də artır, 1'dən müsbət sonsuza qədər azalır. Yəni, sol tərəfdən sağa keçəndə törəmə müsbətdən mənfiyə keçsə, həmin nöqtə maksimum nöqtədir. X maksimum 1'dir. Onda y maksimumunu tapaq. Funksiyada x-in yerinə 1 qoyuruq. Olur 2, çıxmaq 9, üstə gəl 12, üstə gəl 3. Deməli, 15, 17, bu deyilir 15, 17'dən 9 çıxanda 8. Cavab C bəndi. Maksimum deyəndə funksiyanın qiyməti tapılır. Nöqtə deyəndə arqumentin qiyməti. 42. Funksiyanın maksimumunu tapın. Deməli, birinci addım törəmə tapmaqdır. 2x-ü 5'in törəməsi 10x-ü 4. 10x-in törəməsi 10. 4'ün də törəməsi 0. İkinci addım böhran nöqtəsini tapırıq. 10x-ü 4 bərabərdir 10. Hər tərəfi 10'a bölürük. X-ü 4 edir 1. X-ə bərabərdir plus minus 1. Sonra intervallar metodundan törəmənin işarəsini tapırıq. 1'dən böyük 2 verəndə törəmədə müsbət eləyir. Mənfi 1'dən 1 arasında 0 verəndə mənfi eləyir. Mənfi 1'dən solda da müsbət eləyir törəmə. Deməli, bizdən nəyə soruşur? Maksimumunu tapın. Deməli, x maksimum nöqtə mənfi 1'dir. Bizə y-i soruşur. Y maksimum. Funksiyanın özündə x-in yerinə mənfi 1 yazırıq. 2 vur mənfi 1 üssü 5. 10 vur mənfi 5. Mənfi 1. Üstə gəl 4. Bərabər. Mənfi 2 plus 10 plus 4. Eləyir 12. Cavab C bəndi. Fx funksiyası üçün hansı təklif doğrudur? Birinci törəməsini tapırıq. Kosinüsün törəməsi sinus. Mənfi 2 sinus x. 4x'in törəməsi 4. Sinus məhdud funksiyadır. Qiymətləri mənfi 1'dən 1 arasında dəyişir. Ona görə də mənfi 2 sinus x plus 4 həmişə müsbətdir. Törəmə müsbət olduğuna görə funksiya bütün ədəd oxunda mənfi sonsuz müsbət sonsuzluqda artandır. Funksiya artan funksiyadır. Deməli, A bəndi düz.
Deməli, izahını da belə veririk də. Sinus x qiymətləri 1-dən -1 arasındadır. -2-yə vursuq. Mənfiyə vuranda bərabərçiliyin işarəsi dəyişir. 2 bura, -2 bura. Sonra 4 əlavə eləsək, bu eləyir 2. 4 çıxmaq 2 sinus x. Bu eləyir 6. Yəni bu törəmənin qiymətləri 2-6 arasındadır. Yəni müsbətdir. 44. Törəməsini tapaq. Sinusun törəməsi kosinus. 2 kosinus x minus 4. Törəmə kosinus məhdud funksiyadır. Kosinusun qiymətləri -1-dən 1 arasındadır. Ona görə törəmə həmişə mənfidir. Deməli, bütün ədəd oxunda azalandır. Cavab D bəndi. Funksiyanın parçada ən böyük qiymətini tapın. Birinci törəməsini tapaq. Kök altda x-in törəmə qaydası ilədir. X-in yerində başqa funksiya olduğuna görə mürəkkəb funksiyadır. X-in yerində olan nəticə onda törəməsinə bir də vururuq. Burada x-in yerində x kvadrat minus 4x plus 20'dir. Sonra böhran nöqtəsi. 2x minus 4 bərabər 0, x elədi 2. 2 də təyin oblasına düşür. Ümumiyyətlə, kökün altındakı üçərlinin diskriminantı mənfi olduğuna görə onun təyin oblası bütün ədədlərdir. A-sı da müsbət olduğundan. Deməli, böhran nöqtəsi 2-dir. Ən böyük kiçik qiymətini tapmaq üçün 2 daxildir verilən parçaya, -1 4-ə daxildir. 2 də funksiyanın qiymətini hesablayacaq. Bir də parçanın uclarında. Alınan ədədlərdən ən böyüyünü seçəcəyik. 2-ni funksiyada versiyonu yerinə 4, çıxmaq 8, üstə gəl 20. 4 eləyir. -1-i verəndə 1, üstə gəl 4, üstə gəl 20. Bu da 5 eləyir. 4'ü verəndə 16, çıxmaq 8, üstə gəl 20. 16, 4 verəndə 4. 4 verəndə bu da 16 eləyir. 4'ün kvadratı 16, çıx 16, üstə gəl 20. Kök altda 20. Kök altda 20, 3-dən 4 arasında ədəddir. Ən böyük qiymət onda 5'dir. Cavab C bəndi. 46. Deməli, bunlar bu qayda ilə törəmə alınır da, kök altda u. U hər hansı funksiyadır. Olur u iştirik böl 2 kök altda. Yuxarıda da bu qayda ilə aldıq. Iştirik x. X kvadrat çıx 8x üstə gəl 40'ın törəməsi eləyir 2x minus 8. 2 kök altda x kvadrat minus 8x plus 40. Böhran nöqtəsini tapaq. x4. O kökün altındakı üçərlinin diskriminantı mənfi birinci əmsalda müsbət olduğuna görə onun təyin olası bütün ədədlərdir. 4 verilən parçaya düşür. -1, 5 parçasına daxildir. Deməli, onda 4'də funksiyanın qiymətini, bir də parçanın uclarında funksiyanın qiymətini hesablayacaq. 4 verəndə, deməli, x-in yerinə 16, çıxmaq 32, üstə gəl 40. 40'dan 32 çıxanda 8, bu da edir 24.
Mənfi 1 verəndə x-ə. Mənfi 1 verəndə 1, üstə gəl 8, üstə gəl 40, 49, 7 çıxır. 5 verəndə 25, çıx 40, üstə gəl 40, 5 çıxır. Deməli, ən böyük qiymətini soruşur. Bu 24 təqribən neçədir? 24, 4, 5, 4 tam neçədə belə bir şeydir. Deməli, bizdən ən böyüyünü soruşur. Ən böyüyü də 7 oldu. A bəndə. 47. AB parçasında kəsilməz y bərabərdir fx funksiyasının törəməsinin qrafikinə əsasən fx funksiyasının ekstrem nöqtələrin sayını tapın. Ekstremum nöqtələri və maksimum və minimum nöqtələrə deyilir. Bu qrafikdə törəmənin qrafikidir. Törəmə işarəsinin dəyişdiyi nöqtələr ekstremum nöqtələrdir. Ona görə törəmənin x oxunan çəkmə nöqtələrin sayını tapmalıyıq. Bunlar ekstremum nöqtələrdir. 1, 2, 3, belə. Bu 3 dənə bunun ekstremum nöqtəsidir. 47 deməli A bəndi. 8. Mənfi 8, 4 intervalında təyin olunmuş fx funksiyasının törəmənin qrafiki verilib. Mənfi 400 parçasında hansı nöqtədə fx funksiyasının kiçik qiymət alır? Mənfi 8, 4 parçasında törəmənin qrafiki verilib. Bizə deyir mənfi 4, 3 parçasında. 1, mənfi 4 düşür bura. 3 də düşür burada. Ən kiçik qiymət. Deməli, şəkildən görünür ki, mənfi 4, 3 parçasında törəmə mənfi 4, 3 parçasında. Burada. Törəmə sıfırdan böyük bərabərdir. Deməli, bu funksiya bu parçada artandır. Artandırsa, ondan mənfi 4-dən kiçik qiymət alınır. Cavab D bəndi. Azalma aralığı, fx funksiyasının azalma aralığı P2 parçası olarsa, Q çıx P fərqini tap. Deməli, f'(x) 3x kvadrat çıxmaq 24x plus 36. Böhran nöqtələri. Üçə bölək hər iki tərəfi. Vuranda 12, toplayanda 8 eləyən ədəd. 2, 6. Seçmə üsulu ilə x1, 2, x2, 6. 2 daha böhran nöqtəsi var. Törəmənin işarəsini tapaq. 2, 6. İntervallar metodunu tətbiq edirik. Deməli, funksiyanın artma aralığı. Mənfi sonsuzluq 2, birləşmə. Artan. 2, 6'da funksiya azalandı. Deyir, funksiyanın azalma aralığı. Azalma aralığı P2 idi. Onda deməli P2'dir. Q 6'dır. Q çıx P fərqini tap. 6 çıx 2 eləyir 4. Cavab A bəndi. 50. Törəməsini tapaq.
Böhran nöqtə tapaq. Altıya bölək. Seçim məhsulunu tətbiq eləyək. Buranda 10 toplayanda müsbət 7. 2, 5. Tənliyin köklərin 1, 2-dir, 1 də 5-dir. Törəmənin işarəsini tapaq. İntervallar metodunu tətbiq edək. Deməli, bizə nə deyir burada əldə edən funksiyanın azalma aralığı. Azalma aralığı oldu 2, 5. Azalma aralığında verib P2. P2. Deməli, P2'dir. Q5'dir. Soruşulur Q çıx P. P'dir. Beş çıx 2, bu deyilir 3. Yeməndi. M parametrin hansı qiymətində mənfi bir ədədi funksiyanın ekstrem nöqtəsi olar? Funksiyanın törəməsini tapaq. Ekstrem nöqtəsi olduğuna görə mənfi 1-də törəmə 0 olmalıdır. Mənfi 1-də törəmə hesablayaq. X-in yerinə mənfi 1 yazılır. Elədi 3m-6 0-a bərabər olmalıdır. Bu deməli m elədi 2. Cavab 2. A bəndi. 52. Y' bərabərdir. 3x kvadrat minus 10mx törəmallıq plus 17. Y' 1 bərabərdir. 3 minus 10m plus 17. 20 çıxmaq 10m. Bir ekstrem nöqtəsi olduğuna görə törəmə 0 olmalıdır həmin nöqtədə. Buradan da m bərabərdir 2. Cavab Y bəndi. F' bərabərdir. 3mx kvadrat plus 2nx minus 6. Maksimum nöqtəsi mənfi 1. Deməli, törəmə mənfi 1-də qiymətini tapaq. 3m çıxmaq 2n minus 6. Bu 0 olmalıdır. Minimum nöqtəsi 1. Deməli, törəmənin 1-dəki qiymətini tapaq. 3m plus 2n minus 6. Bu da 0 olmalıdır. Belə bir sistem aldıq. Tərəf-tərəfə toplasaq alırıq. 6m bərabərdir 12. M bərabərdir 2. M-in yerinə 2 birinci tənlikdə yazsaq. 3-də 2 6. Çıxmaq 2n çıxmaq 6 bərabərdir 0. Mənfi 2n bərabərdir 0. Buradan deyilir m bərabərdir 0. M2 N0. Cavab Y bəndi. 53. Elədik 53. X1 və X2 ədədləri funksiyanın uyğun olan maksimum və minimum nöqtələrdir. Deməli, törəmə 6x kvadrat minus 18ax plus 12a kvadrat. Deməli, y' 1, x1. Y' x1, yəni 6x1'in kvadratı çıxmaq 18a x1 üstə gəl 12a kvadrat. 0 olacaq. Sonra y'
x2 6x2'nin kvadratı çıxmaq 18a. Burada x1 a x2 üstə gəl 12a kvadrat. Bu da bərabərdir 0. Bir də verib ki, a'nın hansı qiymətində x1 kvadrat bərabərdir x2 olar. Bu 3 ödənməlidir. Birinci iki tənliyi tərəf-tərəfə çıxsıq və burğulara ayırsıq. 6x1 kvadrat çıx x2 kvadrat çıxmaq 18a çıxdı. x1 minus x2 bərabərdir 0. 6 x1 minus x2'ni mötərizə xaricə çıxarsaq, qalacaq x1 plus x2 çıxmaq 3a bərabər 0. Burada 2 al ola bilər də. x1 bərabərdir x2'ya. Bu ola bilməz. Çünki nöqtə həm maksimum, həm minimum ola bilməz. Deməli, x1 x2'dən fərqlidir. Ona görə anlar ki, x1 plus x2 bərabərdir 3a olmalıdır. Bir də şərtimiz x1'in kvadratı bərabərdir x2'dir. Aparıb yuxarıda x2'nin yerine x1'in kvadratı yazsaq, onda olur x1'in kvadratı üstə gəl x1 minus 3a bərabərdir 0. Deməli, bu yolla gedib cavaba çıxa biləcək, ancaq uzun olacaq. Biraz sadə yol seçək həll eləməyə. Böhran nöqtəsini tapaq. 6x kvadrat minus 18ax plus 12a kvadrat bərabər 0. 6'ya bölə hər tərəfi. Bərabər 0. Vurğuları ayıraq. Buradan alınır ki, x1 bərabərdir a, x2 bərabərdir 2a. Sonra şərtimiz x1 kvadrat bərabərdir x2. Deməli, a kvadrat bərabərdir 2a. x1 kvadrat bərabərdir x. Buradan da alınır ki, a kvadrat minus 2a bərabər 0. a minus 2 bərabər 0. A bərabər 0 və ya a bərabər 2. A 0 olsa x1 x2'ye bərabər olacaq, ola bilməz. Deməli, a 2'dir. Şimdi burada da araştırmaq olar, hansı maksimumdur, hansı minimumdur, ancaq ona ehtiyac yoxdur. 55. A'nın hansı qiymətinə y bərabərdir x kub plus 3x kvadrat minus 9x və y bərabərdir a funksiyanın qrafiklərin yalnız iki ortaq nöqtəsi olur. Sxematik qrafik çəkək. Bu
Bu y bərabərdir x kub üstəgəl 3x kvadrat çıx 9x funksiyasının qrafiyi necə olur? Burada görünür ki 0 verəndə 0 eləyir. X-ə 0-dan solda qiymət verəndə funksiyanın qiyməti nə olur? Məsələn, mənfi 1 versək. X mənfi sonsuza gedəndə bunun qiyməti mənfi sonsuza verir də. Mənfi 1-də qiyməti, məsələn, müsbətdir. Tutaq ki, buralıqdan bir ədəddir. Amma x mənfi sonsuza getdirsə, funksiyanın qiyməti mənfi sonsuza gedir. Onda belə çıxır ki, funksiyanın qrafiki bu belə gələcək, haradasa. Bu vəziyyətdədir bu funksiyanın qrafiki. Formasını çəkirik də, bizə forması maraqlıdır, başqa şey maraqlı deyil. Bu da göründüyü ilə 0-dan keçid çəkdik belə. İndi y bərabərdir A düz xəttinin bu qrafiki 2 yerdə kəsməsi üçün gərək y bərabərdir A funksiyasının keçməkdə funksiya kubun böhran nöqtələrindən keçəcək. Bu da y bərabərdir A düz xətti. Onda belə çıxır ki, bu törəmə 0-a bərabər olmalıdır həmin nöqtələrdə. Törəməsini tapırıq. 3x kvadrat plus 6x minus 9. Bu 0 olmalıdır. 3'ə bölsək x kvadrat plus 2x minus 3 bərabər 0. Seçmə üsulundan tapısıq x1 1, x2 mənfi 3. 56. AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun maksimum nöqtələrin sayını tapın. Biz bilirik ki, maksimum nöqtəsində törəmə soldan sağa keçəndə işarəsi müsbətdən mənfiyə dəyişir. Ona görə maksimum nöqtələri bu şəkildə var. Biri budur x1. Sonra müsbətdən mənfiyə dəyişir x2. Sonra x3. 3 dənə maksimum nöqtəsi var. Cavab 3. AB parçasında kəsilməz fx funksiyasının törəməsinin qrafikinə əsasən onun minimum nöqtələrin sayını tapın. Minimum nöqtəsində törəmə işarəsin mənfidən müsbətə dəyişir. Deməli, x1, x2, x3. Uzun nöqtələr maksimum minimum ümumiyyətlə ola bilməz. 3'də. Burada 4 verib cavabda. Baxaq görək yaddan çıxan var. Törəmə mənfidən müsbətə 1. Burada mənfidən müsbətə dəyişib. İkincisi budur. Mənfidən müsbətə dəyişib. Üçüncüsü də budur. Mənfidən müsbətə dəyişib. Bu A-nı əgər bu kəsmə nöqtəsindən solda olsa, ondan bunu da götürmək olar. Onda bunu götürüb də A biraz elə hesab eləyək ki, A buradadır. Bu şəkildə bitişi oxşayır. Ona görə mən o götürmədim. Bu da 4-cü nöqtə olsun. Şəkil biraz yaxşı çəkilməyib ona görə. Cavab 4 deyək biz. Əsas odur ki, qaydanı başa düşmək. Ancaq uc nöqtə maksimum minimum ola bilməz. Onu da yadda saxlayın. Ona görə mən A-nı x üzərində qəbul eləmişdim, onu götürməmişdim. Sən demə A biraz sol demiş. Onda olardı. 58. Törəməsini tapırıq. Deməli, burada da istifadə edilir bu qaydadan da. A su U'nun törəməsi eləyir. U iştirik vurulsun A su U. Natural logaritma. O yazında da U iştirik vurulsun natural logaritma
U iştirik vursun A su. Bu da eləyəcək mənfi x kvadrat plus 2x minus 1'in törəməsi vurulsun 2 üssü mənfi x kvadrat plus 2x minus 1. Burada bir də ln A var. Burası ln. Bir de burası ln 2. Bu da beraberdi. Böhran nöqtəsini tapaq. X beraberdi 1. Bu bir nöqtəsi 0,2 parçasına daxildir. Deməli onda biz y0'ı tapaq. 2 üssü 0 üstəgəl 0 çıx 1. Böyle de 2'de 1 yani 0 onda 5. Sonra y 2 2 üssü mənfi 4 plus 4 minus 1. Bu da elədi 0 onda 5. Sonra y 1 2 üssü mənfi 1 plus 2 minus 1. Bu da elədi 1. Soruşur en kiçik qiyməti. En kiçik qiymət oldu 0 onda 5 onda. Cevap 0 onda 5. Elli dokuz. Törəmə tapaq. X kvadrat çıxmaq 2x çıx 1'in törəməsi vurulsun. 2 üssü x kvadrat minus 2x minus 1 vurulsun ln 2. 2x minus 2. Böhran nöqtəsini tapaq. Bir verilen aralığa düşür. Mənfi 1 2 arası. Parçanın uclarında qiymətini tapacaq. Bir de parçaya daxil olan böhran nöqtəsi. Mənfi 1 qoyaq 59'a. 2 üssü 1 üstəgəl 2 minus 1. Bu elədir 4. 2 yazaq. 4 çıx 4 çıx 1. Bu elədir 0 onda 5. 1 yazaq. 2 1 çıx 2 çıx 1. Bu da elədir 0,25. En böyük qiyməti 4 oldu. Altmış. Y iştirik beraberdir. 6x minus 3x kvadrat. Böhran nöqtəsi. X'i çıxardaq. 2 minus x. x1 beraberdir 0. x2 beraberdir 2. 0 2. Her ikisi verilen aralığa düşür. Evvel parçanın uclarında, sonra böhran nöqtələrində. 0 yazanda 60'da 10. 4 yazanda 4'ü koyduk 48. Çıxmaq 64. Üstə gəl 10. 58 64 mənfi 6. 2 yazanda 12 çıxmaq 8. Üstə gəl 10. On dört. Soruşulur
En büyük qiymət. En büyük qiymət oldu 14. 61. Y ştirik 6x minus 3x kvadrat. Böhran nöqtə. X1 0, X2 2. Parça verim mənfi 1 parçası. 2 düşmür həmin parçaya, 2'ni götürməyəcək. Mənfi 1'də, 1'də, bir də 0'da hesablayacaq o funksiyon qiymətləri. Mənfi 1'də eləyir 3, minus 1, minus 3, 7. 1'də eləyir 3, minus 1, minus 3, eləyir 5. 0'da eləyir 3. En kiçik qiyməti 3. 62. F' x bərabərdir. Birinci funksiyanın törəməsi vurulsun ikinci funksiya. Üstəgə birinci funksiya vurulsun ikinci funksiyanın törəməsi. X'in törəməsi 1. Y üssü mənfi 2x oranında y üssü mənfi 2x. Sonra burada mənfi 2x'in törəməsi mənfi 2. X oranında olacaq. Mənfi 2x. Y üssü x'in də törəməsi özü eləyir elə. Buradan y üssü mənfi 2x'i çıxarsaq mötərizə xaricinə 1 minus 2x. Böhran nöqtəsini tapaq. 1 minus 2x bərabər 0, x bərabər 0,5. Artıma azalma aralığını tapaq. 0,5'i qeyd edirik. 0,5'in sağında 1 bölsük. Mənfi eləyir. Çünki y üssü mənfi 2x həmişə müsbətdir. Burada müsbət eləyir. Bizdən soruşur. Artma aralığına daxil olan. X artma aralığı olur. Törəmənin müsbət olduğu yer. Artma aralığı budur. Artma aralığına daxil olan en böyük ədəd. En böyük ədəd 0,5. Funksiyada azalma aralığı deyir. Azalma aralığı x daxildir. 0,5 müsbət sonsuzluqdur. Bu 0,5 ki var, bu artma aralığına da daxil olur, azalma aralığına da x-ə da aid edirlər onu. Kəsilməz funksiyalarda uz nöqtələr artıma azalma aralığının uz nöqtələri kimi götürülür. Deməli, azalma aralığına daxil olan en kiçik tam ədəd, en böyük tam ədəd, daha doğrusu 0,5. Funksiyanın azalma aralığına daxil olan en kiçik tam ədəd. Bəli, en kiçik tam ədəd 0,5. Deyir, a kvadrat plus b kvadrat 6 olarsa, AB hasilinin en böyük tam qiymətini tapın. Birinci üsul törəməsi eləyək. Ədədi orta, həndəsi orta haqqında qaydaya görə mən ümumiyyətlə belə yazmaq olar da. Məsələn, a minus b-in kvadratı bilirsiniz ki, həmişə sıfırdan böyük bərabərdir. Buradan alınır a kvadrat plus b kvadrat minus 2ab böyük bərabər 0. ab də kiçik bərabər olur. A kvadrat plus b kvadrat böl 2'den. 6 bölü 2 bu deyil 3. Cavab 3. Törəməsiz. İkinci üsul. Törəmə ilə həll eləsək. Deməli, a kvadrat plus b kvadratı ödəyən ədədlər, ikisi müsbətdir. A ilə b hər ikisi müsbət, hər ikisi mənfi, biri müsbət, biri mənfi. Elə ödəyir də. AB hasilinin böyük qiymətindən söhbət getdiyindən biz A'nın B'nin müsbətlərini axtaraq. A və B müsbət olsun.
Birinciden onda məsələn b-ni tapsın. B bərabər olur kök altında 6 çıxmaq a kvadrat. Gətirib ikincidə qoysuq yerinə. AB bərabərdir. A vurulsun kök altında 6 minus a kvadrat. A da müsbət götürdüyümüzə görə kökün altına sağsı olar belə a üstü 4. Deməli bunu biz f a-la işarə eləyək. A-dan asılı funksiya aldıq. Törəmə alaq a-ya nəzərən. Kök altında u-nun törəməsi kimidir. Deməli 2 kök altında 6a kvadrat minus a üstü 4. Bu deyilir 12a minus 4a kub. Böhran nöqtəsini tapaq. 12a minus 4a kub bərabərdir 0. A 0 olan məz 4a'ya bölsük 3 minus a kvadrat bərabərdir 0. A eləyir kök altında 3. B-ni də tapsıq. B bərabərdir 6 çıx a kvadrat. Bu deyilir kök altında 3. A-nı da B-yə vuranda eləyir 3. Bu da törəmə ilə olan yoldur. X müsbət olarsa funksiyanın ən kiçik qiymətini tapın. Yenə birinci üsul. Deməli 2 müsbət ədədin ədədi ortası həndəsi ortasından həmişə böyükdür. Onda da burada x üstə gəl 36 bölü x-in ədədi ortası həndəsi ortasından həmişə böyükdür. X-lar gedir. Bu deyilir 12. Deməli ən kiçik qiymət olur 12. Cavab 12. İkinci üsul törəmə ilə eləyək. F' x bərabərdir 1 çıxmaq 36 bölü x kvadrat. X kvadrat minus 36 bölü x kvadrat. Böhran nöqtəsi plus minus 6. Bir də təyin olunmadığı nöqtə 0. Törəmə işarəsini tapaq. 0, mənfi 6, müsbət 6. Plus, minus, minus, plus. X deyir müsbətdir. Deməli, buradan 0-dan sağ tərəfə baxırıq. 0-6 arasında azalır funksiya. Azalırsa 6-da ən kiçik qiymətini alır. 6 sonsuz arasında artırsa 6'daki qiymət ən kiçik qiymət olaraq qalır. Deməli F6-nı tapmalıyıq onda. Bu deyilir 6 üstə gəl. 36 bölü 6 deyilir 12. Cavab 12. Törəmə ilə də belə həll olunur. 66-nı onda birinci üsuldan eləyək də törəmə ilə eləməyək. X üstə gəl 16 bölü x. Böyük bərabər olur. 2 vurulsun. X 16 bölü x. X'lar gedir. Bu deyilir 8. Cavab 8. 67. Funksiyanın ən böyük qiymətini tapın. Y bərabərdir. Bu birinci yolla da eləmək olar. Ədəd orta, həndəs orta haqqında qaydaya görə. Bu törəməni eləyim, ikincisini eləyirəm. Yəni törəmə bəhsi olduğuna görə törəməni eləyirəm. X kvadrat plus 9'un kvadratı surətdə eləyir. Surətin törəməsi 0 eləyir. 0 məxrəcə vuracaq. 0 sonra minus. Məxrəcin törəməsi bu surət. Məxrəcin törəməsi də 2x. Deməli oldu mənfi 24x bölmək x kvadrat plus 9'un kvadratı. Böhran nöqtə surəti 0'a çevirən ədəd x bərabər 0 böhran nöqtəsi. 0'ın sağ tərəfində törəmə mənfi, solda müsbət. Deməli mənfi sonsuzluq 0 arasında funksiya artır. 0 müsbət sonsuz arasında azalır.
Ona göre sıfırdaki qiymət en büyük qiymət olur. F0'ı tapırıq. 12 vur 0. 0'ın kvadratı gəldi 9. Bu deyilir 0. Cevap 0. Altmış yedi. Düz gəlmədi. Görək harada səhv olub. Burada törəmə düz alınmıyor. Törəmə düz alınmıyor. Funksiya özün yazanda düz yazmamışam. Funksiya burada 12x. Y' bərabərdir. Bu 12 sabitdir qalsın burada. X'in törəməsi 1, 1x kvadrat plus 9'a vurduq. Minus x kvadrat plus 9'un törəməsi 2x. 2x ile x'e vuranda 2x'in kvadrat. 12 vurmaq 9 x kvadrat. Burada da x kvadrat plus 9'un kvadrat. Böhran nöqtəsini tapaq. 9 minus x kvadrat bərabər 0. x1 eləyir 3. x2 eləyir mənfi 3. Sonra törəmə işarələrini tapaq. Mənfi 3, müsbət 3. Burada mənfi, müsbət. Bu da mənfi. Deməli, funksiyamız mənfi sonsuzluğu mənfi 3'də. Mənfi 3'dən ağarır bu. Azalır. Gəlir mənfi 3'dən kiçik qiymətini alır. Sonra mənfi 3 3'də artır. Gedir 3'də en büyük qiymətini alır. Sonra da üç müsbət sonsuzluqda azalır tezdən. En büyük qiyməti soruşur. En büyük bu. Onda müsbət yarım oxda baxaq da biz. X mənfi olanda qiymətləri mənfi olur mu? Sıfırdan sağda baxaq. Sıfırdan sağda baxsaq. 0 3'də bu artır. 3'də gedir en büyük qiymətini alır. 3'dən sonra azalır. Deməli qiymət 3'dəki qiymətin en büyük qiyməti 3'də olur. F3. 12 vur 3. 3'ün kvadratı plus 9. 36 böl 18 bu deyilir 2. Cevap 2. Bu törəməni elədik. İndi 68'i törəməsi eləyək. Gədə x mənfi olanda bu funksiyanın qiyməti mənfi olur. X müsbət onda müsbət olur. En büyük qiymət müsbətlərin içindədir. Ona göre x böyüdür 0 alına baxaq. Kəsin surət məxrəcini x-a bölsük. 24. X plus 16 bölü x. X plus 16 bölü x böyük bərabər olur. 2 vurulsun. X 16 bölü x. Ədədi orta həndəsi orta haqqında qaydaya görə. Bu deyilir 16. Deməli, məxrəc həmişə 16'dan böyük bərabərdir. Məxrəcin ən kiçik qiyməti 16'dır. Onda kəsirin ən böyük qiyməti 24 böl 16. 8'e ixtisar gedir. 1/5 olur. Bu 8 eləyir bu. Bu deyilir 3. En büyük qiymətli mən 3 olur funksiyada. Törəməsiz də belə həll olunur. 69.
Törəmə tapaq. 2 keçir qabağa. 2'də 1x plus 3. Bir də burası 2'də 1x plus 3'ün törəməsi. O da 2'də 1. 2'lər getdi. Deməli qaldı. 2'də 1x plus 3. Böhran nöqtəsini tapaq. X bərabərdir -6. -6'a verilən partiyaya daxildir. -6'da funksiyanın qiyməti. 2'də 1'i -6'ya vuracaq. Üstə gəl 3'ün kvadratı çıxmaq 20. Bu elədir -20. Sonra f -8 parçanın uclarında. 2'də 1'i -8'e vurur. -4 bu elədir 1 çıxı 20. -19. 10 qoyanda 10 qoyanda 2'də 1 ona vuranda 5 64 çıxı 20. Elə 44. Ən böyük qiymət. 3 ədəd aldı. O ən böyük qiymət 44 oldu. Cavab 44. Yetmiş. Öpüştürük x bərabərdir. 2 bölü x'in törəməsi -2 bölü x kvadrat. X bölü 2'nin törəməsi 2'də 1. Ortaq məxrəcə gətirək. X kvadrat minus 4. Böhran nöqtəsini tapaq. X1 -2, X2 2. Verilən görə aralığa düşür, 2 düşmür. -2 düşür. Deməli ona görə -2'də funksiyanın qiymətini hesablayacağıq. Bir də parçanın uclarında. -2 yazanda bu -1, bu da -1, üstə gəl 3, elədi 3. -4 yazanda -2'də 1, -2 plus 3. Bu da elədi 2'də 1, yəni 0.5. -1 yazanda -2, -2'də 1 plus 3. Bu da elədi 0.5. Bir parçada en büyük qiymət. En büyük qiymət 3 oldu. Nömrə neçədir bu? 70. Parçada en büyük qiymət. Bir də yoxlayaq. Cavab 1 verib. 70. Törəmə. 2 bölü x'in törəməsi -2 bölü x kvadrat. X bölü 2'nin törəməsi 2'də 1. Deməli x kvadrat minus 4, x elədi -2, bir də müsbət 2. -4, -1 parçasına 2 daxil 4, 2'ni atdıq. -2'ni qoyduğu yerine bu eləyir -2 yazanda -1, -1. Bu da 3. Bu 1 eləyir bu. Bu 1 eləyir. En büyük qiymət 1. Cevap 1. 71. Y' bərabərdir 313. Çıxmaq 72 cos x. Cosinus x məhdud funksiyadır. Qiymətlər olması -1, 1'dir. Ona göre törəməmiz müsbətdir. Törəmə müsbət olduğuna göre funksiya artandır. Törəməsi müsbət olduğuna göre funksiya artandır. Funksiya artan funksiyanın deyir en büyük qiyməti. En büyük qiyməti 0'da olacaq onda. Y 0. 313 burası 0.
Çıxmaq 72 vur sinus 0. Üstəgəl 12. 3 son 3'ü 0'a vuranda 0. Sinus 0'ın da qiyməti 0. Bu değerdə 12. Cavab 12. 72. Y' bərabərdir 124. Çıxmaq 14 cos x. Cos x məhdud funksiyadır. Qiymətləri mənfi 1 parçasına düşür. Ona görə y' müsbətdir. Deməli funksiya artandır. Artan funksiyanın ən böyük qiyməti parçanın sağ ucundadır. Y0'ı tapırıq. 124 vur 0, çıxmaq 14 vur sinus 0. Üstəgəl 13. 0 çıxmaq 14 vur 0, üstəgəl 13. Bu deyilir 13. Cavab 13. 73. F'(x) bərabərdir. X kvadrat plus a minus 5. Funksiyasının böhran nöqtəsinin olması üçün a parametri əlavəsi natural qiymətlərin cəmini tapın. Törəmə böhran nöqtəsi törəmənin sıfırıdır. Buradan x kvadrat bərabərdir 5 çıxır. Bu təlinin kökünün olması üçün 5 çıxar böyük bərabər 0 olmalıdır. Buradan da alınır a kiçik bərabərdir 5. Ala biləcək natural qiymətlərin cəmi 1, 2, 3, 4, 5. Cavab elədi 15. 74. F'(x) bərabərdir 3 x kvadrat çıxmaq 8x plus 9. Funksiyasının minimum maksimum nöqtələri uyğun olaraq a və b-dir. A b-dən kiçikdir. En parametri ala biləcəyi natural qiymətlərin cəmini tapın. Deməli, böhran nöqtəsini tapmaq üçün törəmə 0 olmalıdır. 2 də böhran nöqtəsi olması üçün onda burada M7'dən fərqli olmalı, yəni birinci əmsal. Diskriminantın tabağı yarıya bölməklə 16 çıxmaq 27 vur M-7. Bu da bərabərdir 205 çıxmaq 27M. 205 çıx 27M böyük bərabər 0 olmalıdır. Buradan 27M kiçik bərabərdir 205. M kiçik bərabərdir 205 bölü 27. Bu da bərabərdir 7 tam neçə eləyir? 7 tam neçədən kiçik natural ədədlər 1, 2, 3, 4, 5, 6, 7'ni götürmürük, yuxarıda qeyd eləmişəm. Bu deyilir 21. Cavab 21. 75. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Birinci, f(x) bərabərdir 10'luqla qayrılma x kvadrat minus 7x. Törəmə tapaq. X kvadrat minus 7x'in törəməsi edir 2x minus 7. Sonra x kvadrat minus 7x naturalla qayrılma 10. 2x böhran nöqtəsini tapaq. X
x bərabərdir 3/5. Təyin oblasına düşüb düşmədiyin indi yoxlayıram. 3/5 qoyanda x kvadrat minus 7x mənfi eləyir də. Təyin oblasımı necədir ki? 0, 7/5 müsbət, mənfi, müsbət. X 7/5'dən böyük olmalıdır, bir də 0'dan kiçik olmalıdır. 3/5 təyin oblasına düşmür. Hatta olbanı. Sonra törəmənin işarəsi. Törəmənin işarəsi. Deməli, bunun təyin oblası 0'ın soludur, bir də 7/5'in sağı. 7/5'in sağ tərəfində 8 götürsük, törəmə müsbət alındı. 0'ın sol tərəfində məsəl üçün mənfi 1 götürsük, mənfi alındı. Deməli, onda nə oldu bu? Mənfi sonsuzluq 0'da bunun təyin oblasında soruşur deyə bizdən. Təyin oblası deməli yazaq da mənfi sonsuzluq 0 birləşmə 7/5 müsbət sonsuzluq. 7/5 yox, 7. Təyin oblasını tapanda biz bu bərabərsizlik əldə eləməliyik də. X kvadrat minus 7x böyük bərabərdir 0. Bunu kökə eləyir. Bu bərabərsizliyin kökü 0'dan. Tənin ki, sol tərəfin 0'ları eləyir 0'dan 7. Təyin oblası düşür. Mənfi sonsuzluq 0. 7 müsbət sonsuzluq. Deməli, B bəndə uyğun gəldi. Burada 7'dir. Deyir, mənfi sonsuzluq 2'də artan yox. Burada onda bunun 3/5 yazaq. Böhran nöqtəsi bu təyin oblası idi. Böhran nöqtəsi 3/5 eləyir. 3/5 də təyin oblasına düşmür o funksiyanı. Törəmənin işarəsi nətər tapaq? 7'nin sağ tərəfində törəmənin işarəsi. Törəmə burada törəmə tapmışam. 7'nin sağında müsbət eləyir. 0'ın solunda məsəl üçün mənfi 1 verəndə mənfi eləyir. Belə. B uyğun gəldi ancaq 75'də 1'ə. İşte ikinci funksiya. Bu funksiyanın təyin oblası bütün ədədlərdir. Modulu 0'a çevirən ədəd onun böhran nöqtəsi olur. 2. Çünki həmin nöqtədə böhran nöqtəsidir, ona görə ki, törəmə yoxdur. Qrafikini çəkək, modulu ən yaxşı eləməyin yolu hələ qrafikdir. 2'də 0'a çevrilir, qabaqda mənfi olduğuna görə qrafik belə gəlir. Mənfi sonsuzluq 2 arasında artır, 2 müsbət sonsuzluqda azalır. D düz gəlir, A da düz gəlir, böhran nöqtəsidir. Üçüncü. Bu funksiyanın təyin oblası bütün ədədlərdir. Artan funksiyadır. C bəndi.
Ln 7 müsbətdir, 708 müsbətdir. Ona görə törəmə müsbət demişəm. Ona görə də artan funksiyadır. Y bərabərdir x funksiyası. Törəməsi 1-dir. Deməli, A bəndi düzdür. Funksiyanın qrafika çəkilən toxunanın bucaq əmsalı 1-dir. Qalanlar düz gəlmir. İkinci. Y bərabərdir 1 bölü x kvadrat eləyir. Deməli, böhran nöqtəsi yoxdur. Deməli, D bəndi düzdür. Bu törəmə müsbətdir, öz təyin oblasında artan funksiyadır. Ancaq D-yə uyğun gəldi. Birinci 21-ciyə, ikinciyə 77. D bəndində, bu ikinciyə D. Keçək üçüncüyə. Y bərabərdir mənfi 2x. Böhran nöqtəsi 0. Burada mənfi sonsuzluq 0 arasında törəmə müsbətdə artır. 0 sonsuzluqda azalır. B bəndi. Yetmiş 8. Birinci. Y bərabərdir 2. C bəndi düz. İkinci. Y bərabərdir mənfi 2 bölü x kvadrat. D düz. Deməli, azalan funksiyadır bu. Mənfi sonsuzluq 0-da, yox, azalandı. Keçdi üçüncüyə. Böhran nöqtəsi 0-dır. 0-dan sağda artır, solda azalır. Mənfi sonsuzluq 0 arasında artır, yox, düz gəlmədi. Mənfi sonsuzluq azalır, 0 sonsuzluqda artır. Bu düz, A bəndi. 79. M parametr hansı qiymətlərində funksiya bütün ədəd oxunda artandır? X kvadrat plus 2mx plus 12. M parametri hansı qiymətlərində funksiya bütün ədəd oxunda artandır? Törəmə müsbət olması üçün diskriminant gərək mənfi ola. Diskriminant eləyir m kvadrat çıxmaq 36. Bu mənfi olmalıdır. 0 da ola bilər. Böhran nöqtəsi burada mənfi 6 ilə 6-dır. İntervallar metodunu tətbiq edirsək, deməli m daxildir. Mənfi 6, 6. Cavab budur. 80. Altı x kvadrat çıxmaq 2mx plus 6. Diskriminant m kvadrat çıx 36. Buradan C'də m daxildir. Yuxarıdakı kimiddə oldu. İşte bir. X bərabərdir 3 nöqtəsi, Y funksiyasının ekstrem nöqtəsi isə M parametrin qiymətini tap. Törəməsini tapaq. Deməli, Y iştirik 3-də 0 olmalıdır.
27 üstə gəl 6m minus 3 0 olacaq bu. 6m bərabərdir mənfi 30, m bərabərdir mənfi 5. Cavab mənfi 5. 82. Y' bərabərdir 3x kvadrat minus 2mx minus 8. Y' 2. 12 çıxmaq 4m minus 8. Bu da bərabərdir 4 çıxmaq 4m. Deməli 4 çıxmaq 4m 0 olmalıdır. Buradan da m bərabərdir 1. M'in hansı qiymətinə mənfi bir nöqtəsi funksiyanın böhran nöqtəsi olar? Y' bərabərdir. Kəsirin törəməsidir. Surətin törəməsi eləyir 2x minus m, burası məxrəc. Məxrəcin törəməsi 1 eləyir. Burası x kvadrat minus mx plus 8. Məxrəcdə də yazılır məxrəcin kvadratı. Bu da bərabərdir 2x kvadrat çıxmaq 4x çıxmaq mx üstə gəl 2m çıxmaq x kvadrat üstə gəl mx çıxmaq 8. X kvadrat çıxmaq 4x üstə gəl 2m çıxmaq 8. Mənfi bir nöqtəsində funksiyanın törəməsinin qiyməti. X yerinə mənfi 1 qoysuq, məxrəc eləyir 1. 2m minus 8. Bu da bərabərdir 2m minus 3. 2m minus 3 0 olmalıdır. Buradan da m bərabərdir 1/5. Cavab 1/5.